Heç düşünmüsünüzmü vətən nədir? Vətən təkcə yaşadığımız yer deyil, vətən bizi biz edən torpaqdır. Adını eşidəndə qürur duyduğumuz yurtdur. Qarabağ belə bir yerdir. Dağları ilə uca, təbiəti ilə gözəl, tarixi ilə zəngin bir diyardır. Bu torpaqlar əsrlər boyu xalqımızın yurdu olub. Bu torpaqların adı çəkiləndə ürəyimizdə xüsusi bir hiss oyanır. Çünki Qarabağ tariximizdir, mədəniyyətimizdir, keçmişimiz və gələcəyimizdir. Uzun illər Qarabağın həsrəti ilə yaşamışıq. Bu torpaqlar haqqında danışmışıq, xatırlamışıq, unutmağa qoymamışıq. Çünki insan öz yurdunu heç vaxt unutmur. Bəzən torpaqdan uzaq düşmək olar, amma vətəndən uzaq düşmək mümkün deyil. Qarabağ həmişə ürəyimizdə yaşadı. Bu torpaqların hər qarışı bir iz daşıyır. Yaşanmış həyatların, qurulmuş ocaqların, qorunmuş ümidlərin izi. Zaman dəyişsə də, illər keçsə də bir həqiqət dəyişmədi. Bu torpaqların ruhu bizimlə qaldı. Biz Qarabağı yalnız kitablardan öyrənmədik. Böyüklərimizin danışdıqları xatirələrdən tanıdıq. Hər bir xatirədə bir ümid var idi. Yenidən qayıtmaq ümidi. Bugün Qarabağ yenidən dirçəlir. Bu torpaqlarda yenidən həyat başlayır. Yenidən uşaqların səsi eşidilir. Dağılan yerlərdə yenidən evlər tikilir, yollar çəkilir, məktəblər açılır. Biz gələcəyin gəncləri olaraq bu torpaqları tanıyacaq, sevəcək və qoruyacağıq. Çünki vətən bizim gücümüzdür. Çünki vətən bizim qürurumuzdur. Biz isə bugün fəxrlə deyirik. Bu torpaqlar bizimdir. Bu yurt bizimdir. Qarabağ Azərbaycandır.